Salam, xoş gördük hamınızı. Bugün mətbəxdə şirniyyat hazırlayıram. Rus mətbəxinə aid olan bir şirniyyatdır. Korolevski piroq. Bu piroqun tarixi qədim Rus saraylarına kimi gedib çıxır. Yəni şah ailələrinə mənsub olan bir reseptdir. Çox gözəl, çox ətirli dadı var. Kövrək xəmiri ilə, arasında kəsmikli qatışıqla hazırlayın. Əminəm ki, xoşunuza gələcək. Korolevski piroq bizim dilə tərcümədə şah piroq adlanır. Və indi həmən bu piroqa nə lazımdır, ona baxaq, hazırlayaq. Xəmir üçün bizə 150 qram margarin yağı seçmişəm. Margarin yağıdır. 150 qram ərinmiş. Xəmirə 2 xörək qaşığı xama, 3 stəkan un, 1 stəkan şəkər tozu və kakos. Kakosu fındıq çəkilmişi ilə də əvəz eləyə bilərsiniz. Qozla biraz xəmir qara çıxır, amma kakosla ağ çıxdığına görə mən bugün kakos edirəm. İçərisinə kəsmiyə 150 qram kəsmikdir, 3 yumurta, 1 stəkan pisoq. İndi hazırlayaq. Əvvəlcə piroqun içini hazırlayaq, kəsmikli. Kəsmik təzə kəsmikdir. Evdə özüm hazırlamışam. Onu videolarda izləyə bilərsiniz. 3 yumurtanı da kəsmiyə əlavə edirik. Və çalırıq. Şirniyyatın, piroqun içliyi hazırdır. Zövqə görə bura yarım stəkan kişmiş, meyvə qurusu, hər kəs öz zövqünə görə əlavə eləyə bilərsiniz. Hər kim istərsə. Mən əlavə eləmirəm, amma əlavə eləmək olar. Fatimə də nənəsinə kömək eləyir. Şəkər tozunu qaba əlavə eləyirik. Yağı. Və 2 xörək qaşığı xama. Ay, sağ ol qızım. Vanilini də əlavə elədik. İndi unu əlavə edib əlimlə ovacam. Bu şirniyyatın fərqi ondadır ki, bunun xəmiri ovuntu şəklində olur və çox dadlı şirniyyat olur. Və xəmiri bir yerə yığırıq. Fatimə, bir qabartma, yaxşı qızım, yaxşı, və bir vanil əlavə eləyib, yenə də ovuruq. Ay, sağ ol. Sağ ol qızım. Kakosunu da əlavə eləyib, əlimizlə ovub ovuntu şəklinə salırıq. Formanı yağlamışam və hazırladığımız ovuntunu 2 hissəyə ayırıram. Formanın içinə yayıb, çuxur kimi içini hazırlamaq lazımdır. Ki, içliyi bunun içinə kəsmikli içlik bura tökülməlidir. Və hazırladığımız
kəsmikli yumurta, şəkər qarışığını ovuntunun içinə tökürük. İstəyən, dediyim kimi, buna meyvə qurusu, kişmiş və yaxud qoz vura bilər. Və qalan ovuntunu da üstünə tökürük. Artıq piroq hazırdır, bişib. Gördüyünüz kimi altı da çox qəşəng qızarıb. Üzərini hər kəs öz zövqünə görə çox və yaxud az qızarda bilərsiniz. Hazırlayın. Əminəm ki, sizin də çox xoşunuza gələcək. 180 dərəcəli sobada 30-40 dəqiqə bişdi. Və indi dadına baxaq. Hazırlayın. Çox fərqli bir daddır. İnanıram ki, xoşunuza gələcək. Kəsmik içərisində gördüyünüz kimi sanki arasında krem varmış kimi. Çox ətirli. Çox zərif, yəni kövrək bir xəmirdən hazırlandığına görə çox dadlıdır. Hazırlayın. Siz də dadına baxın. Ruziniz bol, süfrəniz bərəkətli olsun. Sağ olun. Kanalımızı izləməyi unutmayın.